Salam, Coğrafiya 10-cu sinif kiçik summativ qiymətləndirmə nömrə 2 üzrə metodik vəsaitdə verilmiş nümunəvi suallara baxırıq. Deməli, birinci sualda bizə deyilir: era hadisə uyğunluğunu müəyyən edin. Deməli, bizə eralar verilib: qaynozoy, mezozoy, paleozoy və arxey eraları verilib bizə və baş verən hadisələr verilib və həmin hadisənin hansı erada baş verdiyini biz uyğunlaşdırmalıyıq. Deməli, birinci A-da deyilir bizə qədim qırışıqlıqların və güclü vulkanizmin başlanması. Bu hadisə baş vermişdi ilkin era olan arxey erasında. Sonra Tetis okeanının parçalanması ilə Aralıq, Qara, Xəzər və Aral dənizlərinin bir-birindən ayrılması. Bu son era olan Kaynezoy erasında baş vermişdir. C-də Pangea'nın Lavrasi və Gondwana qurğularına parçalanması bu Paleozoy erasında baş vermişdir. Lavrasiya və Gondwananın parçalanaraq müasir materikləri əmələ gətirməsi isə bu isə Mezozoy erasına aid olan fikirdir. Deməli, ikinci suala baxaq. Anlayışları izah edin. Suxurların nisbi yaşı və suxurların mütləq yaşı. Suxurların nisbi yaşı bir-birinə nəzərən təyin olunan yaşı suxurların nisbi yaşıdır. Suxurların mütləq yaşı isə suxur yaranandan bu günə qədər keçmiş müddətə suxurun mütləq yaşı deyilir. Suxurların nisbi yaşını suxurların yatım ardıcıllığına görə təyin edirlər. Yəni, hansı suxur daha altdadsa, həmin suxur daha qədimdir, hansı suxur üstdədirsə, həmin suxur daha cavan olduğunu göstərir. Mütləq yaşını isə suxurların radioaktiv elementlərin parçalanmasına görə təyin edilir. Suxurların mütləq yaşı. Üçüncü sual. Cümlələrdəki səhvləri müəyyən edin və düzgün variantı yazın. Deyilir bizə, Fanerozoy yanında yaranan suxurlarda canlı orqanizm qalıqları tapılmadığı üçün o gizli həyat eonu adlanır. Deməli, Fanerozoy gizli həyat yox, aşkar həyatdır. Yəni, Fanerozoyun yerinə Fanerozoy yox, kriptozoy olmalıdır. İlkin okeanın yaranmasından indiyə qədər olan mərhələ yerin planetar mərhələsidir yazılıb. Planetar mərhələsi yox, geoloji inkişaf mərhələsi olmalıdır. Hertsin və Kaledon qırışıqlığı Proterozoyda baş vermişdir. Hertsin və Kaledon qırışıqlığı Proterozoyda yox, Paleozoyda baş vermişdir. Yəni, burada Paleozoy olmalıdır. Sonra dördüncü suala baxaq. Kontur xəritədə rəqəmlərə uyğun gələn dağları müəyyənləşdirin və cədvələ qeyd edin deyir bizə. Bizə rəqəmlər verilib və həmin dağın hansı dağ əmələ gəlmə mərhələsində yarandığını müəyyənləşdirməliyik biz. Deməli, birinci dağ bizim üçün Kordilyer dağlarıdır. Kordilyer dağlarının sahil dağları hissəsi əsasən əmələ gəlib Alp dağ əmələ gəlmə mərhələsində, digər hissəsi isə Kimmeri, yəni deməli Kordilyer, Kimmeri və Alp olmalıdır. Sonra 2 And dağları yaranıb Alp dağ əmələ gəlmə mərhələsində, 3 Atlas dağları Alp dağ əmələ gəlmə mərhələsində yaranıb, sonra 4 böyük su ayrıcı Kaledon Hertzin, 5 Qafqaz dağları Alp, 6 Skandinaviya Kaledon Hertzin, 7 Himalay Alp, 8 Verkhoyanski Kimmeri, 9 Ural Kaledon Hertzin, 10 Altay Kaledon Hertzin dağ əmələ gəlmə mərhələsində yaranmış dağlar hesab olunur. 5-ci sual. Şəkillərdə egzogen mənşəli hansı relyef formaları təsvir olunub? Onlar Respublikanın hansı rayonları üçün xarakterikdir? Deməli, birinci şəkildə bizə yeraltı suların təsiri ilə baş verən sürüşmə hadisi təsvir edilib. Sürüşmə azcan əsasən İsmayıllı, Ağsu, Şamaxı rayonlarında müşahidə edilir. İkinci şəkildə isə arid denudasyon relyef forması göstərilib. Arid denudasyon relyef formaları Azərbaycanın Naxçıvan, Abşeron, Qobustan, həmçinin Acınahur-Ceyran çölü ərazisidə Ağstafa, Tovuz rayonları ərazisində düşür. Yəni, həmin ərazilərdə müşahidə edilir arid denudasyon relyef formaları. Sonra, deməli, sürüşmə və arid denudasyon relyef formalarıdır. 6-cı sual. Xəritəyə əsasən cədvəli doldurun yazılır bizə. Deməli, burada bizə xəritə verilib. Burada faydalı qazıntını, onun işarəsini və yatağın adını qeyd etməliyik biz. Deməli, məsələn, burada bentonit gilinin işarəsi verilib. Deməli, bura bentonit gili yazırıq. Bura həmin şərti işarəni çəkirik. Məsələn, Qazax rayonunda Daşsalahlı bentonit gilinin yatağıdır. Sonra, məsələn, bu işarə seolitin işarəsi. Deməli, bura seolit. Həmin işarəni çəkirik və burada Ağdağ, Tovuzun Ağdağ yatağından çıxardılar. Və yaxud daşkəsəndə alunitin işarəsidir. Alunit işarəni çəkirik, zəilik yatağından çıxır. Daşkəsəndə həmçinin dəmir filizi
Dəmir prizin işarəsində üçbucaq, qara üçbucaq, Daşkəsən, Dəmiroğlu və Hamançay yatağından çıxardılır. Kəlbəcərdə Civənin işarəsidir. Civə Şorbulaq və Levçay yataqlarından çıxır. Qızıl Zot, Qızılbulaq yataqlarından, Naftalanda həmçinin yanmayan neft Naftalan yatağından çıxardılır. Yəni bunları qeyd etmək olar bu cədvələ. Sonra 7-ci sual. Hansı xəritə generalizasiyaya daha az məruz qalmışdır? Deməli, generalizasiya ümumiləşdirmə demək idi. Xəritənin miqyası böyüdükcə generalizasiya azalırdı. Deməli, bizə daha az məruz qalmışdır deyilsə generalizasiyaya, daha böyük miqyasını götürməliyik. Burada da ən böyük miqyaslı 1/500.000, yəni rəqəm kiçildikcə miqyas böyük hesab olunur. Yəni burada ən böyük miqyaslı xəritə 1/500.000, yəni düzgün cavab B bəndi olmalıdır.